İşdəydim, zəng elədilər mənə. Bəs Məmməd düşüb dənizə, çıxmayıb. Mən də elə işdən qaçıb gəlmişəm. Gəlim çıxdım, gördüm, çıxardıblar ucu. Ad gününə gəlmişdi, qardaşım uşağının ad gününə gəlmişdi. Məclisdə iştirak edib, necə lazımdır. Belə də ki, həvəskar balıqçıdır. Gəlib özü üçün balıq tutmağa. Bataqlıq olub, istəyirsən dəniz gedib arxaya, yerdə qasnaqdır, palçıqdır. Ona görə ayağı ilişib, yıxılıb, kambuzun əynində olub. Hadisə belə olub. Tək gəlib, değil mi? Dənizə tək girib, bəli. Bir də ki, bu yaxındır da bura, elə belə lotkasız, zadsız gedir də ora, düzdür? Kambuzunla olub. Kambuzunla olub. Çöldəkilər görüb ki, bir dəfəlik nəsə bu görünmədi. Ondan sonra biraz keçib, bir 15-20 metrdən sonra çıxıb suyun üzünə, çəkib çıxardıblar çölə. Rəhmətli ailəli olub. Bəli, bəli. Uşaqları da. Üç uşağı. Ümumiyyətlə, o Bakıdan həmişə gələndə gəlirdi də bura balıq. Həvəskar balıqçı kimi, yəni başqa niyyətə görə yox, yəni həvəskar olub, yəni həvəsi olub elə şeyə. Özü necə insandır? Özü çox gözəl insan olub, güləriz olub, mehriban olub, hamısı.